Salam, hər vaxtınız xeyirli olsun əziz dostlar, əziz izləyicilər. Bugün biraz fərqli mövzuda çıxış etməyi düşündüm. Daha doğrusu mobil operatorların birinə azərbaycanlı ilə öz iradımı bildirmək istəyirəm və hər kəsdən də xahiş edirəm bu barədə öz fikirlərini bildirsin. Hörmətli mobil operator, hörmətli azərbaycanlı. Bir-iki gün öncə bildiriş göndərmisiniz ki, hörmətli abonent, bölgə tarifi yeniləndi, 25 dəqiqə şəbəkə daxili və 250 səhv etmirəmsə megabayt internet aktivləşdirildi. Birinci, müştəriyə, abonentə məlumat vermədən, ona bildiriş göndərmədən onun tarif planını, tarifini dəyişə bilməz, mobil operatorun tarifini dəyişə bilməz. Bu məncə heç bir qanuna uyğun deyil. İllərdir, 10 illərdir mən azərbaycanlı istifadəçisiyəm, 10 illərdir mən bu mobil operatordan istifadə edirəm. Əvvəllər qane etsə də, son zamanlar yavaş-yavaş dəyişməyə başladı və təəssüf ki, bu günlər artıq heç bir məlumat vermədən vətəndaşın hüquqlarını pozursunuz. Və mən düşünürəm ki, bu heç bir qanuna uyğun deyil. Hər bir vətəndaş və onun hüquqları dövlətimiz, qanunlarımız tərəfindən qorunur və hər bir məmurun da, hər bir qurumun da, hər bir şirkətin də o hüquqlara hörmət göstərməsi və onların qorunmasının vacibliyini bilməsi önəmlidir. Və ona görə də mən xahiş edərdim ki, bu cür hərəkətlərə yol verilməsin və vətəndaşın öncəliklə rifah halı, onun sosial vəziyyəti nəzərə alınaraq addımlar atılsın. Çünki bu günləri hər ay hər bir vətəndaşdan imkanı olmadı 2 manat çıxmaqla həmin vətəndaşın birbaşa cibinə girmiş olursunuz. Təşəkkür edirəm izləyənlərə, fikir bildirənlərə və inanıram ki, bütün bunlar nə zamansa nəzərə alınacaq.